Salam dostlar. İlk öncə pensiyalarla bağlı mühüm bir xəbəri sizə nəzərinizə çatdırım. Novruz bayramı ilə əlaqədar olaraq mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək. Pensiyaların mart ayının 15-nə qədər tam ödənilməsi nəzərdə tutulub. Bununla bağlı aidiyyatı qurumlara göstəriş də verilib. Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyatı işlər aparılır. Daha bir xəbərimiz ondan ibarətdir ki, Astarada sərnişin avtobusları hazır vəziyyətə gətirildi. Bəli, İsrail ABŞ hücumları səbəbindən İrandan Azərbaycana təxliyə ediləcək şəxslərin daşımaq üçün Astara sərhəd keçid məntəqəsi ərazisində təşkilati işlər koordinasiyalı şəkildə davam etdirilir. İlkin mərhələ olaraq sərnişin avtobusları hazır vəziyyətə gətirilib. Bu barədə Milli Az saytı xəbər paylaşıb. Qeyd olunur ki, nəqliyyat vasitələri sərhəd keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olan şəxsləri ödənişsiz olaraq Bakıya çatdıracaq.